Ay qardaş, səhər-səhər durmuşam yuxudan. Ay, Bakını su basıb, hamı video paylaşır. Biri körpüdən, biri binadan, biri nə bilim avtobusdan. Nədə? Nə olubdu? Nə paylaşır şəkil? Gül kimi ölkədir. Nəyini bəyənmirsiniz? Əsas odur ki, dəmir yumruq Qarabağ alıbdı da. Ay, nə nonkör xalqsınız? Əsas odur ki, dəmir yumruq Qarabağ alıb. O boyda torpaqları alıb, özünə orada biznes qurubdu. Nə olsun ki, indi Qarabağa siz viza ilə gedirsiniz. Orada İlham Əliyev ailəsi özünə otellər tikibdir. Ərdoğan, Şərdoğan üçün inək fermaları tikibdir. Nə olsun ki, indi sudur da, 30 ildə onsuz da həll olunmayıb bu kanalizasiya problemi. Bundan sonra həll olunmanı gözləyirsiniz. İlham Əliyev oturub bir dəqiqə kabinetində şəhərə yerləşdirmiş kamera ilə öz otağından əlində viskisi ilə bilər. Baxır, deyir, oy, nə ləzzət eləyir. Xalq bax belə əziyyət çəkir, mən kayf tuturam. Viskimi içirəm, xalq əziyyət çəkir. Bax, maşınlar körpülərdə qalıbdı. Nə bilim, avtobuslar suya görə yolun ortasında qalıb. İnsanlar əziyyət çəkir, avtobusun içini su basıb. Nə olsun, nə olsun, nə olsun. Gül kimi ölkədir. Onsuz biz örgəşmişik də, biz əziyyətə örgəşmiş xalqıq biz. Biz cəlladına aşıq olmuş xalqıq. Qayrılmaqdan kayf tutan xalqıq biz. Nədir ki, bu yağışdır da, nə olacaq? Hər dəfə bir adət-ənənədir. Elə bil ki, bir adət-ənənədir. Hər dəfə yağış yağanda bu xalq əziyyət çəkir. Əziyyət çəkməyi də sevəcək də. Çünki bu xalq İlham Əliyevi seçibdir. İlham Əliyev kimi narkoman, qumarbaz, arvadını qumarda uduzmuş bir şəxsiyyətsiz, dalını qumarda uduzmuş, seçib özünə prezident seçibdir. Nə olacaq? Əsas o ki, bizim dövlətimiz xaricdə kilsələr təmir elətdirir. Nə bilim, Taylandda məktəblər tikir. Əsas odur ki, Gürcüstana biz pulsuz qaz verir erməni kilsələrinə. Əsas odur ki, nə bilim, Fransada kilsələri, nə bilim, qədimi binaları remont eləyirik. Adımız dünyada belə görürsünüz. Nədir? Kanalizasiya da daşıb da, nə olacaq ki? Azərbaycandır da, bundan artıq nə istəyirsiniz ki? Gözəl ölkəmiz. Xaricdəki bu oturanlar var, bu düşmən maraqlarına xidmət eləyənlər. Ölkəmizi Suriyanın gününə düşməsini istəyənlər. İndi ölkəmiz Suriyanın gününə düşməsə də elə bir ki, hansısa nə bilim bir pisdir ki, qardaş. Cəmaət milyonlar verir, gelir Venesiyada. Venesiya ağzının altına gəlib də, ha? Nə istəyirsiniz? Gül kimi Venesiya. Bakıya gətirib cənab prezident. İndi bax, bu kanalizasiya sistemini, bu problemləri həll etsəydi, yeni kanalizasiya sistemi çəksəydi, bəs insanlarımız Venesiyanı görərdi Bakıda? Mən buradan bütün turistlərə səslənəm. Dərhal Venesiyaya getmək lazımdır. Bakı şəhərinə gəlsinlər. Venesiyamızı Bakıda görsünlər. Olmaz belə qardaş. Gül kimi Allah bizə yağış bəxş eləyib. Pisdir ki, elə həmişə maşın sürəsi deyir ki, bir dəfə də lötkə alın sürün də, bir balaca bir qayaq düzəldin, qayaqla hərəkət edin də. Nə olacaq? Gözəl bir şərait yaradılıb da. Əsas odur ki, cənab prezidentin ailəsinin Londonda yeni mülklər. Qoy o Londonda bəzi şeylər var, Dubayda zaten. O mülklər də alsın, baxar da bir əncam çəkər yüngülvari bu yağışın problemlərinə. Baxıram, səhər-səhər durmuşam yuxudan. Nədə? Hamınız paylaşırsınız. Bakını su bastı. Nə bilim, nə vardı? İnsanlar əziyyət çəkəcək də. Ölkəşmişik də əziyyət çəkməyə. Kasıblar zülm-zillətdən oğul böyüdür, göndərir. Şəhidlik uca zirvəyə yüksəlir. Onsuz əziyyəti ölkəşmişik də. Ayda 400 manat maaşa gedirik. 15 saat işçə kimi işləyirik. Bu xalq onsuz əziyyətə ölkəşib də. Bundan nə olacaq? Bu nədir ölkəşin də? Əsas odur ki, Qarabağ almışıq başım. Mənim beynimi söndərməyin. Biz dözümlü xalqıq. Biz əziyyət çəkməyə ölkəşmişik. Etiraz da eləməyin, ha, qətiyyən. Səni etiraz eləmək olmaz. Heç kim səsini çıxarmasın. Etiraz eləmək əvəzində gedin, bir dənə qayıq düzəldin, qayıqdan özün. Böyük.